Əziz hərəkət iştirakçıları, bu il xalqımızın milli ruhunu və yaddaşını zənginləşdirən, birlik duyğusunu gücləndirən iki əlamətdar hadisəni, Novruz və Müqəddəs Ramazan bayramını eyni tarixlərdə qeyd edirik. Buna görə də tətil ərəfəsində paytaxtdan bölgələrimizə səfər edənlərin sayında hər zamankindən daha çox artım ola, nəqliyyat sıxlığı yarana bilər. Polis əməkdaşları yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə bütün zəruri tədbirləri həyata keçirir. Lakin yenə də əsas məsuliyyət siz vətəndaşların üzərinə düşür. Unutmamalıyıq ki, yalnız hamılıqla qaydalara riayət etməklə yol nəqliyyat hadisələrinin qarşısını ala, qəzaların baş verməsi ehtimalını azalda bilərik. İlk növbədə avtomobilin texniki sazlığını yoxlayaq, günün erkən saatlarında yola çıxaq, sürət həddini aşmayaq, yol və hava şəraitinə görə seçək, sükan arxasına sərxoş vəziyyətdə əyləşməyək, avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olaq, ötmə və manevr qaydalarına uyğun davranaq. Sir deyil ki, bu qaydaları pozmaq bir anlıq ehtiyatsızlıq arzu olunmaz hadisələrə gətirib çıxara bilər. Yollar bizi sevdiklərimizə qovuşturmaq üçündür, ayırmaq üçün deyil. Ona görə də gəlin daha diqqətli və məsuliyyətli davranaq. Xüsusi günləri böyük ruh yüksəkliyi və könül xoşluğu ilə qeyd edək. Bayramlarınız mübarək.